Operator üzrə yoldaşlar birinci modulumuzu bitirdik. Birinci modulda qazanda istiliyin əmələ gəlməsi, sudan buxara keçid və bu zaman lazım olan istilik miqdarına nəzər yetirdik və qazana daxil edən 20 dərəcə Selsi temperaturuna malik olan suyun buxara çevrilməsi zamanı hansı termodinamik proseslərdən keçir, onlara nəzər yetirdik. İndi bu prosesləri yerinə yetirən qazanxana qurğularına nəzər yetirdik. İlk öncə qazanxana qurğularını danışan zaman yanma kamerasının növünə görə, quruluşuna görə iki qrupa ayırmışdıq biz, düzdürmü? Hansılar idi? Su borulu qazanlar, od borulu qazanlar. Siz də su qazanxana sistemində işlədiyinizə görə dedik ki, su qazanlarında daha çox istifadə olunan boru konstruksiyası sərbəst, deməli, od borulu qazanlardır. Burada fərq nə idi su borulu qazandan? Yanmamız borularda baş verirdi. Borularımız keçid tipli idi. Keçid tipli olmasının da səbəbi qazanda daha çox istiliyin qalmasını təmin etməkdir və əbəs yerə deyildir ki, bu qazanın əsas termal effektivliyini yüksəltmək üçün istifadə edilirdi. Əgər biz gəlin onu qeyd eləyək, görürsünüz ki, qazanın ön tərəfindən baxdığımız zaman burada 3 keçiddən ibarətdir. Fərz edək ki, yazdığımız qiymətlər şərtidir. Burada istiliyin əmələ gəlməsi zamanı, daha doğrusu yanma prosesi zamanı fərz edək ki, qoyun açılsın. Buradan istiliyin təsiri ilə yanma kamerasında birinci borularda 100 dərəcə Selsi istiliyə ayrılıb. 100 dərəcə Selsinin 50 dərəcəsi birinci borunu, yəni əsas yanma kameramızı qızdırmaq üçün istifadə olunur. Yerdə qalan 50 dərəcə Selsini biz baca çıxışı vasitəsilə atmosferə buraxa bilərik ilkin halda. Amma burada görürsünüz ki, bizim termal effektivliyimiz, faydalı şamsalımız 50%-ə bərabərdir. Bu da heç də bir məhsuldar deyil. Ona görə nə edirik? Keçid sistemindən istifadə edirik. Birinci yanma kamerasında 50 dərəcə qızdırdı, digər 50 dərəcəni ikincili borulara ötürürük. İkinci borularımızın da içərisində biz bayaq dediyimiz kimi armaturlar, dəmir listlər ataraq qazanda daha çox istiliyin əmələ gəlməsini, daha çox istiliyin qalmasını təmin edirik. Və əbəs yerə demədik ki, qazanxana operatorunun əsas vəzifəsi qazanda istilik balansını təmin etməkdir. Və qazanda istilik balansını təmin edən məsələdə itirilən istiliyin nəzarətidir. Həmin itirilən istilik nəzarəti bu boruların bilavasitə vəziyyəti ilə bağlıdır. İndi 50 dərəcə Selsimizin fərz edək ki, 20 dərəcə Selsisə ikinci od boruları qızdırmaq üçün sərf olundu. Artıq bizim əldə elədiyimiz isti alovumuzun temperaturu nə qədərdir? 30 dərəcə Selsi. Artıq biz 30 dərəcə Selsini də atmosferə buraxa bilərik. Amma bizim baxdığımız burada qazanda 3 laylı sistemindən istifadə edildiyinə görə 30 dərəcədə 3-cü borulara hərəkət edir isti alovumuz. Və burada da 20 dərəcə Selsi həmin boruları qızdırıldığını nəzərə alsaq, bu qiymətlər əlbəttə şərtidir. Deməli, atmosferə buraxılacaq dərəcəmiz neçədir? 10 dərəcə Selsi. Deməli, biz burada faydalı şəmsalımızı 90%-ə qədər yüksəltmiş olduq. Yəni, ayrılan istiliyin 90 dərəcəsi 100 dərəcə ayrılmışdı, 90 dərəcəsi qazanın içərisində qaldı. 10 dərəcə Selsisi isə nə oldu? Atmosferə buraxıldı. Onda qazanın istilik balans tənliyinə QM bərabərdir. QF plus QI ifadəsinə uyğun olaraq yazsaq, yanma zamanı alovun 100 dərəcə Selsi ayrılmışdı. 90 dərəcəmiz faydalı istiliyə çevrildi. 10 dərəcə Selsimiz isə nəyə çevrildi? İtkiyə çevrildi. Və qazanxana operatoru da qazanda bax bu istilik balansı tənliyinin təmin edilməsi ilə hökümlüdür, məsuliyyətlidir, nəzarəti onun üzərindədir. Siz əbəs yerə deyir ki, qazanda baca çıxışının vəziyyətini, belə deyək, tüstünün, dumanın, belə deyək, qırıqlığına, rənginə, uzunluğuna fikir verirsiniz ki, qazanın içərisində yanma prosesi nəzarət altına saxlaya bilərsiniz. Və ya yanma kamerası, onun qarşı bornerin üst hissəsinə quraşdırılır, bir gözlük hissəsi, şüşə hissəsi. Qazanda həmin o yanma prosesində orada yanma kamerasında hansı problemlər faydalı istiliyimizin belə deyək, azalmasına gətirib çıxara bilər. Bəli, keyfiyyətsiz qazın yandırılması və uzun müddətli istismar dövründə boruların quruntla tutulmasıdır. Quruntun qalınlığı çoxaldıqca artıq istilik dəmiri qızdıra bilmir. Və dəmiri qızdıra bilməyən istilik nə olur? Atmosferə buraxılır. Fərz eləyək ki, onda atmosferə buraxılan istiliyimiz 20 dərəcə Selsidirsə, artıq faydalı şəmsalın neçəyə düşəcək? 80%-ə düşəcək. Bir 10%-lıq azalma müşahidə ediləcək. Ona görə də operator mütləq bax bu parametrləri müşahidə altında saxlanmalıdır.
Biz boru konstruksiyamıza nəzər yetirdik və faydalılığımızı müəyyən etmiş olduq. Və burada bir neçə əlamətlər də mövcuddur ki, bilavasitə deməli yanma prosesinə təsir göstərir. Bunlardan biri nədir? Deyə bilərsinizmi? Biri oldu, yanma zamanı atmosferə buraxılan istilik miqdarımız, baca qazının temperaturu. Düzdür, buxar sistemi ilə işləyən qazanlarda həmin baca qazının temperaturu çox yüksək olduğuna görə orada economizer adlanan bir qurğudan da istifadə edirlər ki, atmosferə buraxılan o belə deyək, baca qazının temperaturunu özlərinə götürür və aralıq su qızdırıcı sistemdə istilik enerjisini alınması üçün istifadə olunur. Bura digər hansı məsələlər təsir göstərir? Bilavasitə yanma prosesi ilə bağlı olan məsələlərdir. Deməli, belə deyək, burada bilirik ki, bornerdə iki xəttimiz var, qaz xəttimiz, bir də hava xəttimiz. Bunların özünün düzgün seçilməməsi də bilavasitə yanmaya təsir göstərir və orada problem meydana çıxır. Digər bir məsələ buxar sistemləri ilə bağlı olan məsələlərdir. Buxarın tərkibindəki su molekullarının sayının çox olması, bu da nədir? Termal effektivliyimizi azaldır. Bayaqları dediyimiz kimi, buxarın tərkibində suyun çox olması, su molekullarının çox olması verilmiş məsafəni qət etmə problemi yaradır. Misal üçün, bizim istilik tələbatçılarımız belə deyək, qazanxana ilə arası böyük bir məsafədəsə, bir 600, 700 və ya 1 kilometr məsafədəsə, artıq o təzyiqin və temperaturun aşağı düşməsi nəticəsində təyinat nöqtəsində lazımi istikliyi, lazımi effektivliyi biz əldə edə bilməyəcəyik. Gəlin videomuzu izləyək, davam edək. Göründüyü kimi, indi biz burada boru xətlərini birləşdirdik. Görürsünüz, ikincili od borularımız döşəndi, yanma borularımız döşəndi. Keçidi əldə etmək üçün görürsünüz ki, ikinci keçid üçün perixod deyirik. O zəmin hazırlandı ki, istalovumuz oradan sirkulyasiya eləyəcək. Üçüncü borularımız artıq öz kamerasını döşəndi. Çıxışlarımız da həmçinin. Bir də sonuncu təbəqəyə onu da deyim. Ən sonuncu təbəqə qazanın sonuncu təbəqəsində termal laklar çəkilir, xüsusi örtüklər çəkilir ki, qazanın içərisindəki istilik qazanda qalsın. Necə insan qışda üşür, yayda istiləşirsə, bu nəyin hesabınadır? Atmosferlə insan arasındakı istilik mübadiləsinin hesabınadır. Qışda bizim dərəcəmiz 36 olur, ətraf mühit 1 dərəcə, mənfi dərəcəyə düşür, biz bədənimizdəki istiliyi veririk, üşürük. Və qazanın içərisində də fərz edək ki, bir 70, 80, 90 dərəcə Selsi var, ətraf mühitdə normal otaq temperaturu 20 dərəcədəsə artıq nə olacaq? Qazandakı istilik şüalanacaq. Bunun qarşısını almaq üçün qazanın sonuncu səviyyəsində termal lak da vururlar ki, onun termal effektivliyini artıra bilsinlər. İndi qazanımızın konstruksiyası artıq yığıldı, dreyndə yerləşdirildi. Artıq qazana lazımi giriş və çıxış xətləri, nəzarət ölçü cihazları yerləşdirirlər. Deməli, qazanda hansı nəzarət ölçü cihazlarımız mövcuddur? Qazanda suyun 3 əsas parametrini belə deyək, nəzarət altında saxlayan ölçü cihazlarımız olur. Hansılar idi? Manometrlərimiz idi, termoelektrik və RTD tipli temperatur ölçən sensorlarımız idi, bir də səviyyə datiklərimiz idi. Hansı klapanlarımız burada quraşdırıla bilər? Ümumi qazanxana sistemində əks klapanlar, bağlayıcı klapanlar və idarəetmə sisteminə inteqrasiya edilmiş ani kəsici klapanlar, açılıb bağlamanı təmin edən klapanlar və təhlükəsizlik klapanları, qoruyucu klapan da adlanır. Bu tip klapanlar yerləşdirilə bilər. Fikir versəz, bizim qazanın, adətən bu aksesuarlar qazanın üst hissəsində yerləşdirilir. Görürsünüz ki, operatorun rahat oxuya bilməsi üçün instrumental panellərimiz ön hissəyə çıxarılır və operatorun rahat müşahidə edə biləcəyi bir mövqedə yerləşdirilir. Qazanın daşınması üçün iki dənə lifting hissəsi mövcuddur. Növbəti olaraq çıxış xəttimizdir. Bax, fikir versəz, 2 ədəd təhlükəsizlik klapanımızdır ki, hansı ki, bunlar orada öz əksini tapır. Bir də qazanın üst hissəsində deməli, nəyimiz var? Hava buraxıcı xəttimiz də mövcuddur. Həmin hava buraxıcıdan operator qazana suyun dolmasına nəzarət həyata keçirə bilər. Misal üçün, fərz edək, siz qazana suyu vurursunuz, su sterilkası, su göstəricisi nəzarət sizin baxış bucağınızda deyil. Biz boru konstruksiyamıza nəzər yetirdik və faydalılığımızı müəyyən etmiş olduq. Və burada bir neçə əlamətlər də mövcuddur ki, bilavasitə deməli, yanma prosesinə təsir göstərir. Bunlardan biri nədir? Deyə bilərsinizmi? Biri oldu, yanma zamanı atmosferə buraxılan istilik miqdarımız, baca qazının temperaturu. Düzdür, buxar sistemi ilə işləyən qazanlarda həmin baca qazının temperaturu çox yüksək olduğuna görə orada economizer adlanan bir qurğudan da istifadə edirlər ki, atmosferə buraxılan o belə deyək, baca qazının temperaturunu
özlərinə götürür və aralıq su qızdırıcı sistemdə istilik enerjisini alması üçün istifadə olunur. Bura digər hansı məsələlər təsir göstərir? Bilavasitə yanma prosesi ilə bağlı olan məsələlərdir. Deməli, belə deyək, burada bilirik ki, bornerdə iki xəttimiz var. Qaz xəttimiz, bir də hava xəttimiz. Bunların özünün düzgün seçilməməsi də bilavasitə yanmaya təsir göstərir və orada problem meydana çıxır. Digər bir məsələ buxar sistemləri ilə bağlı olan məsələlərdir. Buxarın tərkibindəki su molekullarının sayının çox olması, bu da nədir? Termal effektivliyimizi azaldır. Bayaqları dediyimiz kimi, buxarın tərkibində suyun çox olması, su molekullarının çox olması verilmiş məsafəni qət etmə problemi yaradır. Məsəl üçün, bizim istilik tələbatçılarımız belə deyək, qazanxana ilə arası böyük bir məsafədəsə, bir 600, 700 və ya 1 kilometr məsafədəsə, artıq o təzyiqin və temperaturun aşağı düşməsi nəticəsində təyinat nöqtəsində lazımi istikliyi, lazımi effektivliyi biz əldə edə bilməyəcəyik. Gəlin videomuzu izləyək, davam edək. Göründüyü kimi, indi biz burada boru xətlərini birləşdiririk. Görürsünüz, ikincili od borularımız döşəndi, yanma borularımız döşəndi. Keçidi əldə etmək üçün görürsünüz ki, ikinci keçid üçün perixod deyirik. O zəmin hazırlanır ki, istalovumuz oradan sirkulyasiya eləyəcək. Üçüncü borularımız artıq öz kamerasını döşəndi. Çıxışlarımız da həmçinin. Bir də sonuncu təbəqəyə onu da deyim. Ən sonuncu təbəqə qazanın sonuncu təbəqəsində termal laklar çəkilir, xüsusi örtüklər çəkilir ki, qazanın içərisindəki istilik qazanda qalsın. Necə insan qışda üşür, yayda istiləşirsə, bu nəyin hesabınadır? Atmosferlə insan arasındakı istilik mübadiləsinin hesabınadır. Qışda bizim dərəcəmiz 36 olur, ətraf mühit 1 dərəcə, mənfi dərəcəyə düşür, biz bədənimizdəki istiliyi veririk, üşürük. Və qazanın içərisində də fərz edək ki, bir 70, 80, 90 dərəcə Selsi var, ətraf mühitdə normal otaq temperaturu 20 dərəcədəsə, artıq nə olacaq? Qazandakı istilik şüalanacaq. Bunun qarşısını almaq üçün qazanın sonuncu səviyyəsində termal lak da vururlar ki, onun termal effektivliyini artıra bilsinlər. İndi qazanımızın konstruksiyası artıq yığıldı. Dreyn də yerləşdirildi. Artıq qazana lazımi giriş və çıxış xətləri, nəzarət ölçü cihazları yerləşdirirlər. Deməli, qazanda hansı nəzarət ölçü cihazlarımız mövcuddur? Qazanda suyun 3 əsas parametrini belə deyək, nəzarət altında saxlayan ölçü cihazlarımız olur. Hansılar idi? Manometrlərimiz idi, termoelektrik və RTD tipli temperatur ölçən sensorlarımız idi, bir də səviyyə datiklərimiz idi. Hansı klapanlarımız burada quraşdırıla bilər? Qazanxana sistemində əks klapanlar, bağlayıcı klapanlar və idarəetmə sisteminə inteqrasiya edilmiş ani kəsici klapanlar, açılıb bağlamanı təmin edən klapanlar və təhlükəsizlik klapanları, qoruyucu klapan da adlanır. Bu tip klapanlar yerləşdirilə bilər. Fikir versəz, bizim adətən bu aksesuarlar qazanın üst hissəsində yerləşdirilir. Görürsünüz ki, operatorun rahat oxuya bilməsi üçün instrumental panellərimiz ön hissəyə çıxarılır və operatorun rahat müşahidə edə biləcəyi bir mövqedə yerləşdirilir. Qazanın daşınması üçün 2 dənə lifting hissəsi mövcuddur. Növbəti olaraq çıxış xəttimizdir. Bax, fikir versəz, 2 ədəd təhlükəsizlik klapanımızdır ki, hansı ki, bunlar orada öz əksini tapır. Bir də qazanın üst hissəsində deməli, nəyimiz var? Hava buraxıcı xəttimiz də mövcuddur. Həmin hava buraxıcıdan operator qazana suyun dolmasına nəzarət həyata keçirə bilər. Misal üçün, fərz edək, siz qazana suyu vurursunuz, su sterilkası, su göstəricisi sizin baxış bucağınızda deyil. Əgər hava buraxıcıdan belə su gələrsə, artıq siz nədir? Müəyyən edə bilərsiniz ki, qazanınız tam olaraq dolmaqdadır. Sonra nasos sistemlərimizin quraşdırılması üçün xəttlərimiz əlavə edir. Burada 2 növ nasos stansiyasında, təyinatına görə 2 növ nasosdan istifadə edirlər. Bu su qazanlarındadır. Biri qidalandırıcı və ya doydurucu nasoslar adlandırırıq. Qazana lazımi su səviyyəsinin təmin edilməsi üçün istifadə olunur. İkincisi isə sirkulyasiya nasosları deyə adlandırırıq. Hansı ki, həmin sirkulyasiya nasosları suyun belə deyək, verilmiş məsafəni qət etməsi üçün lazımi belə deyək,
təzyiqi təmin etmək üçündür. Bunlar mərkəzdən qaçma qüvvəsinə işləyən nasoslardır. Bir də qazanın içərisində biz yoxlama aparmaq istəyiriksə və ya onu genişləndirmə çəninə qoşmaq istəyiriksə, nədən istifadə? Drain valve adlandırdığımız genişlənmə klapandan istifadə edirik. Bu qazanı tam boşaltmaq üçün, qazanın içərisində yoxlama işlərini aparmaq üçün istifadə edirik bunu. Tam qazanı boşaldırıq, qapağını açırıq və qazanın daxili səthinə fikir veririk ki, orada suyun belə deyək və yanacağın yanması zamanı deşiklər, çatılar əmələ gəlibmi? Bunlar hamısı istilik itkisi və qarşısı alınmadıqda isə növbəti mərhələdə potensial təhlükələrlə üzləşə bilərik. İndi fikir versəz, burada dövriyyə nasoslarımızı və ya şəbəkə nasoslarımızı qoşduq. Klapanlarımızı yerləşdirdik, çıxış xəttimizi yerləşdirdik, səviyyə indikatorlarımızı yerləşdirdik, təzyiq ölçü cihazlarımızı və temperatur ölçü cihazlarımızı yerləşdirdik. Bu nümunə buxar qazanına aid olduğu üçün görürsünüz ki, ön hissəsində, arxa hissəsinə isə, baca çıxış hissəsinə isə bilavasitə ekonomizer qoşdular. Deməli, qazanımızın ön hissəsində bir ədəd qırmızı rəngli, adətən qırmızı rəngdə göstərilir. Borner adlanan və ya belə deyək, odluq da deyə bilərik. Bunu təmin edən bir belə deyək, işə qoşma cihazı yerləşdirir, element yerləşdirir. Burada iki xətt gəlir bu bizim bornerimizə. Bir qaz xəttidir, sarı rənglə göstərdiyimiz, bir də hava xəttimiz var. Hava xəttimizi təmin etmək üçün burada bir nasosdan istifadə edir, üfürməni də təmin edir. Buna görə də bəli, hansı ki, jarka sistemi işə qoşulanda bu təmin edilir. Siz bildiyiniz kimi qazanın içərisi qapalı bir mühit olduğuna görə yanma prosesində baş vermək üçün bir oksigenli bir mühit yaranması üçün biz burada hava xəttindən də istifadə edirik. Bəzi ədəbiyyatlarda bu xətt üfürmə xətti də adlandırırlar, təyin, belə deyək, mahiyyətini, fiziki mahiyyətinə görə. Bir də burada işə qoşmanı təmin etmək üçün xüsusi alovlanma, alışma sistemi də öz əksini tapmaqdadır. Burada siz bunların üzərində bir ədəd bağlayıcı ventillərimiz olur. Siz onları işə qoşan zaman açıq vəziyyətə gətirirsiniz və verilmiş qazın təzyiqini də nəzarət altında saxlayırsınız. Və əlavə olaraq alovlanma başladıqdan sonra qazanın içərisində yanma prosesi gedir. Yanma prosesi gedən zamanda bunun ön hissəsində bir gözlük yerləşdiriblər. Forçuqa deyirsiniz, şüşə bir gözlük. Həmin şüşə gözlükdən də qazanın içərisini nəzarət altında saxlayırsınız. Və operator mütəmadi olaraq, yəni müəyyən bir texniki periodlarda bir həmin gözlüklərin də təmizlənməsi ilə məşğul olmalıdır. Çünki niyə? O bilavasitə yanma prosesini müşahidə altında saxlamaq üçün olan bir gözlükdür və operator üçün əhəmiyyətlidir. Bir də idarəetmə panelimiz yerləşdirilir. İdarəetmə panelimizdə biz belə deyək, suyun lazımi səviyyəsini daxil edə bilərik və orada termostat sistemi ilə əlaqələndirilib, belə deyək, qazanxanada lazım olan temperaturun minimal həddini göstərə bilərik ki, bunlar da bizim üçün nədir? Xəta siqnalımızdır. İlkin halda görürsünüz ki, biz şəbəkə nasoslarını, qidalandırıcı nasoslardan istifadə edərək qazanda suyu müəyyən səviyyəyə qədər doldururuq və həmin səviyyənin doldurulmasını da bilavasitə indikatorda izləyirik. Lazımi su səviyyəsi doldurduq. Fikir verirsinizsə yoldaşlar, alovlanmaya fikir verək, hələ ona fikir verməyək. Görürsünüz ki, qazanda tam doldurmadıq. Bayaqlar dedik ki, istehsalçı firma səviyyə indikatorlarını istehsal edən zaman onun üzərində 3 göstərici göstərir. Minimal, maksimal və set səviyyəsi. Set səviyyəsi buxar qazanlarında yaranmış buxarın təzyiqini kompensasiya etmək üçündür. Bax, bu boşluqda bizim buxarımız əmələ gəlir. Suyun səviyyəsi azaldıqca buxarımızın da burada həcmi necə çoxalmış olacaq bir növ. Sadə formada deyək ki, buxar əmələ gəldiyi zaman suyun təzyiqi bayaq 1-dən qalxızdıq 5-ə, 6-ya. Həmin o təzyiqi kompensasiya etmək üçün burada həcmə müvafiq olaraq təzyiqin daha da böyük, daha da belə deyək, artmaması və partlayışın yaranmaması. Düzdür, partlayış burada yaranmayacaq, təhlükəsizlik klapanı açılacaq, onun içərisindəki buxar atmosferə veriləcək. Bu da belə deyək də effektiv deyil. Və buna görə də burada boşluq qoyurlar, əsasən təhlükəsizlik baxımından həmin buxar oraya yığıla bilsin. Yanmamız baş verdi, alovlanmamız baş verdi. Fikir verirsiniz əgər, alovun rənginə də fikir verirsiniz. Sonra İsti alov, görürsünüz, boru xətlərindən hərəkət edir. Bu bizim isti alovumuzun, belə deyək, hərəkət istiqamətlərdə. Ən sonda gəlir, görürsünüz, çıxış xəttində ekonomizer hissəsindən çıxır. Və sənaye tipli qazanlarda onun üst hissəsində görürsünüz ki, operatorlar rahat hərəkət etməsi və müdaxilələri təmin etməsi üçün xüsusi yerdə, sahədə ayrıblar. İndi artıq nə olur? Bizim suyumuz, bayaq göstərdik kimi, buxara çevrilir. Görək. Burada göstərəcəkmi?
Artıq lazımi sizin dediyiniz kimi təzyiq əmələ gəldikdən sonra siz giriş xəttini bağlamısınız artıq onsuz. Çıxış xəttini açırsınız və belə deyək, xarici istilik şəbəkəsinə göndərdiyiniz buxarın parametrləri nəzarət altında belə deyirsiniz, sirkulyasiyasının hərəkətini təmin edirsiniz. Yəni bu qazanımızın tipik quruluşudur. Hansı növ qazan idi? Od borulu qazanlar idi. Bunları da biz sizlə nəzər yetirmiş olduq.